Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı kökaltı ifadə verilib. Kökün altında 1-in kubu, üzərləsi 2-in kubu, üzərləsi 3-in kubu. Ta ki 2026-ya qədər arzuladığın kubları cəmi edib. Deyir bu ifadə nəyə bərabərdir onu tapın. Əlbəttə ki biz bunu bir kökaltı da kuba üstəl toplasaq bunu mümkündür bunu həll etmək. Bunun üçün hər hansı bir ipucu tapmalıyıq biz. Baxın müəllimlər, bir neçə nümunə göstərək. Ta ki kökün altında 1-in kubu, üzərləsi 2-nin kubu. Bizə nə verəcək? 1-in kubu 1, 2-nin kubu 8. Toplamda neçə edir? 9. 9-dan kök çıxır? 3 çıxır. 1-nə 2-ni cəmi 3 elədi. Yaxşı, başqasını yoxdur. Kökün altında 1-in kubu, üzərləsi 2-nin kubu, üzərləsi 3-ün kubu. Toplam neçə edəcək? 1-in kubu 1, 2-nin kubu 8, 3-ün kubu 20. Toplamda 36. 36-dan kök nə çıxır? 6 çıxır. Baxın, 1, 2, 3-ün də cəmi 6 edir. Deməli müəllimlər, kök altı kubları cəmini hesablayanda sadəcə ədədlərin öz cəmlərini hesablamaq kifayətdir. Kökün altından öz cəmləri çıxacaq. Yəni bizə nə lazımdır? Sadəcə 1-dən 2026 ədədlərin cəmini tapsaq kifayət edir. 1 üzərləsin 2026 bölünsün 2 vurulsun 2026. Sadəcə bunu sadələşdirib cavab tapmaq kifayətdir.